Vaxtınız xeyir. Biz İsrail-İran toqquşmasının 8-ci günündəyik. Hadisələrin inkişafı mexanizmini və ümumiyyətlə mənzərəsini bütövlükdə Baku TV-də izləyirsiniz. Bizim həm sosial media hesablarımızda, həm də efirimizdə biz vaxtaşırı müxtəlif xəbərləri sizə çatdırmaqla bərabər təhlilləri də veririk. Dünən bir neçə dəfə bu mövzuda biz danışmışıq və ən son xəbərləri çatdırmaqla bərabər ümumiyyətlə bu ətrafda baş verən hadisələri də çözmüşük. Bugünkü gün xüsusi bir əhəmiyyət daşıyır. Ona görə ki, bugün Cenevrədə görüşün olacağını demişdik və indi də bu fikirdəyik ki, yəni mətbuat yazır ki, bu görüş olacaq. Amma İran məsələdə daha sərt mövqe tutub və Əraqçının açıqlamasına görə bu görüş İsrailin hərbi obyektləri vurduğu bir dövrdə atəşin altında biz danışıqlara getməyəcək deyə bir bəyanatı var. Nə baş verəcək? Dünən başqa bir xəbərdə axşam saatlarında çıxdı ki, Vaşinqtona artıq qiyamət günü təyyarəsi enib. Bu o deməkdir ki, hansısa hazırlıqlar gedir. Baxmayaraq ki, Trump dedi, 2 həftə sonra mən bu məsələyə baxacağım. Amma bu da bir aldadıcı gediş ola bilər və ola bilər ki, yaxın bir neçə gün ərzində, hətta bir neçə saat ərzində hansısa bir addım atılsın. Ən azı deyilmişdi əvvəlcədən ki, bu münaqişə, bu toqquşma 14-15 gün çəkəcək. Artıq onun biz 8-ci gününü başa vurduq. Qarşıda kritik həftə durur, 7 gün durur. Nə baş verəcək? Rusiyanın bu məsələdə, xüsusən də ali dini rəhbərlə bağlı mövqeyinin sərt olması, İsrailin israrla ali dini rəhbərin aradan götürülməsi və yaxud da sui-qəsd məsələsinin istisna etməməsi və əlbəttə ki, bu axarda mülki obyektlər də daxil olmaqla insanların yaşadığı ərazilərin zərər görməsi məsələsi də hər iki tərəfdə itkilərin olması da gündəmdədir. Amma başqa bir mühüm məsələ var ki, biz bunu da danışmalıyıq. Bu da Fordonun məhv olunmaması ilə bağlı. Artıq çox ciddi mətbuatda, dünya mətbuatında bir neçə məlumatlar gəlir bununla bağlı. Və bir də bugünün əsas hadisələrindən biri düşünürəm ki, Ermənistanın baş nazirinin Türkiyə səfəridir. Artıq bu saatlarda Türkiyə çatıb və onu Türkiyə Xarici İşlər Nazirinin müavini qarşılayıb. Paşinyan nə edəcək orada, Türkiyə niyə gedib, hansı məqsədlər var və hansı razılıqlar ola bilər, bütün bunları da müzakirə eləmək istəyirik. Maraqlı bir məsələ də çıxacaq və mən istəyirəm studiyada qonaqlarımızla təqdim edeyim. Müzakirəmizi biz reklamlardan sonra doğrudur davam elətdirəcəm, amma reklamlara qədər qonaqları təqdim edeyim ki, biləsiniz kimdir qonaqlarımız və bizi gözləyəsiniz. Tofiq Abbasov, politoloq, mübariz görüşlü, siyasi şərhçi və Ramiyə Məmmədova, Türkiyənin Strateji Araşdırmalar və İnkişaf Mərkəzinin rəhbəri. Xoş gördük sizin hamınızı. Razıyam. Mən sizə deyim ki, artıq İsrailin bütün bundan sonraki cəhdləri həm də Amerikanı birbaşa prosesə qoşmaqdan ibarətdir. Yəni, bütün oyunları odur ki, Amerika bu savaşa daxil olsun. Düzdür. Olacaqmı? Sizə deyim ki, 2 gün bundan əvvəl Trump çox böyük tərəddüd içərisində idi. Yəni, Trumpın kabinetində müharibənin olması ilə olmamasının tərəfdarlarının çox ciddi və qızğın müzakirələri gedirdi və adamda belə bir təəssürat yaranırdı ki, hər an Amerika müharibəyə qoşula bilər. MAQA buna razı deyil və MAQA da həll edici bir şeydir orada. Bəli. Amma artıq hesab edirəm ki, Amerika bu müharibəyə qoşulmaq məsələsindən müəyyən qədər məsafələnibdir. Və İsrail faktiki olaraq və daha doğrusu, daha dəqiqini desək, Netanyahu artıq bu məsələlərdə ortada tək şəkildə qalmış durumda görünür. Və bütün digər cəhdlər, istər silahlı Kürd qrupları bəyanat verdilər ki, biz döyüşmək istərdik İsrail tərəfdən. Yəni, bütün bunlar hamısı blefdən ibarətdir. Və mən sizə deyim ki, İsrailin həm də bəxti onu da gətirib ki, bu məsələlərdə İranla quru sərhəddi yoxdur. Yəni, bu da onun bir avantajı kimi ola bilər. Amma bütün bunlar belə Netanyahunu bu məsələdən xilas edə bilmir. Yəni 8-ci gündür, amma prosesdə İran xalqı da yerindədir, ali dini rəhbər də yerindədir və bəyanat da verilir və hətta mən sizə deyim ki, baskı altında, stol arxasında oturmayacaqlarını da dəfələrlə bəyan ediblər. Yəni, bu ortada olan məsələlər bunlar. Bilmirəm, yəni burada bir mübahisə yaranacaq bir şeylər də var. Müzakirə olunacaq məsələlər də var, təbii ki. Amma əsas məsələ mənim üçün, burada dünən
Hüsaməddin bəylə biz danışanda Hüsaməddin mən belə bir söz işlətdi, belə bir tezis irəli sürdü ki, Amerika istəyir ki, regionun İran da daxil olmaqla, hətta İranın bütövlükdə patronajlığını Türkiyəyə tapşırsın. Və bu mümkün olacaqmı və buna doğru gedirmi hadisələr? Hüsaməddin bəy hər halda dünən belə dedi. Çox maraqlı bir tezisdir. Mən hesab edirəm ki, ümumiyyətlə İranda İslam inqilabı baş verəndən sonra Türkiyənin yaxın şərqdə, o ərazidə belə deyək də Türkiyənin rolu daha da artıbdır. Amma o dövrlə indiki dövr arasında çox böyük fərq yaranıbdır. Hansı dövr, üzr istəyirəm? 79-cu il İslam inqilabından ötən dövr ərzində çox böyük fərq yaranıbdır. Çünki Türkiyədə artıq Amerika ilə, NATO ilə müttəfiqliyin ilk dönəmlərində olduğu kimi deyil məsələlər. Yəni, arada çox ciddi narahatlıqlar və narazılıqlar var. Yəni, biz demək olar ki, hər bir məsələlərdə Türkiyə ilə Amerika arasında, Türkiyənin NATO-nun üzvü olan digər ölkələr arasında narazılıqların olduğunu müşahidə edirdik. Elə ən azından PKK məsələsindən götürək, ən sadə məsələdən. Və Türkiyə artıq bu şəkildə, bu rolda çıxış etməyə razılaşarmı, mən inanmıram. Çünki bu müsəlman ölkələrini, müsəlman dünyasını qarşısını almaq demək olacaqdır. Amerikanın patronajlığıyla bölgədə deyək ki, idarə etmə prosesini həyata keçirmək bu o qədər də uğurlu bir məsələ deyil. İcazə versəydiniz, mən çox dəqiq ifadə elədim, mən tamamilə razıyam. Yəni, hesab edirəm ki, Türkiyəni idarə edənlər, biz belə bu məsələnin fərqindəyiksə, Türkiyəni idarə edənlər bunları daha yaxşı bilirlər. Amerikanın patronajlığıyla bölgədə siyasət yürütmək İsrail sonuclu nəticə ola bilər. Yəni, Türkiyədə bunu çox yaxşı bilirlər və indiki hakimiyyət də ola bilər. Dövlətlər arasında sıxıntılı məqamlar olur. Ona qalsa Türkiyə ilə bir başqa dost, qardaş hesab olunan dövlətlər arasındadır məsələ. O demək deyil ki, yəni bu gərginlik həddinə gətirib çıxarılacaqdır və mən zənn etmirəm ki, bu Türkiyə üçün də faydalı bir məsələ də ola bilməz. Və mən sizə deyim ki, Amerikanın maraqları da bölgədə Türkiyənin maraqları ilə üst-üstə düşməyən məqamları kifayət qədər çoxdur. Aydındır. Biz indi bugün digər maraqlarını demirik. Ehtiyac ola bilər. Türkiyəyə, bəli, Avropa Birliyinin də, Amerikanın da bu günləri ehtiyacı 1 il əvvəlkindən, 5 il əvvəlkindən daha çox ola bilər. Bu görünür. Amma bu ehtiyac Türkiyənin maraqları ilə üst-üstə düşən məqamları ortaya çıxartmır. Yəni, Avropanın Türkiyəyə ehtiyacı ondan ibarətdir ki, Rusiya-Ukrayna savaşında Türkiyə tərəf tutsun. Bu, Türkiyənin maraqlarına uyğundurmu? Xeyr. Qətiyyən. Və yaxud da ki, yaxın şərqdə Amerika maraqları İsrail tərəfdən çıxış edəcəksən, Fələstinə qarşı çıxış edəcəksən və yaxud digər İslam ölkələrinə qarşı çıxış edəcəksən. Bu, Türkiyənin maraqlarına uyğundurmu? Xeyr. İstəklər bir başqa. Onu kim istəyir ki, Türkiyədən? Amerika istəyə bilər bu məsələləri. Amma istəməyib bu günə qədər. Yəni, icra etmir. Yəni, böyük ehtimalla Amerikanın bu və digər formada tələbləri var, istəkləri var, amma Türkiyə bunu icra etmir və doğru da eləyir. Və bir də başqa bir məqamı qeyd eləyək. Dəstək niyə vermir onda İrana? İranla, çünki artıq açıq danışmaq lazımdır. Müsəlman ölkələri demək olar ki, təhlənibdir. Və mən sizə xatırladım ki, kimi nəzərdə tutursunuz müsəlman ölkələri təhlənib? Qərb ölkələri tərəfindən. Yox, təhlənən kimlərdir? Hansı ölkələr? Türkiyənin özü də təhlənibdir, İran da təhlənibdir, Pakistan da təhlənibdir və bir məqamı da qeyd edeyim. Amma gördünüz, dedi ki, İslam dünyası ona görə İranın arxasında deyil ki, onları elə təhliyən də, bölüşdürən də İrandır. Elədirmi? Yox, deməli belə çıxır ki, Türkiyə dildə İranı dəstəkləyir, amma əslində İsrailin tərəfindədir. Sizin sözünüzdən belə çıxır ki, bir neçə sahada bu baş verəcək və ömrümüz məncə çatar bu şad xəbəri eşitməyə. İnşallah. Mən də istəyərəm belə olsun. Əslində bir qədər də niyə görə məntiq var? Çünki bütün mümkün rəqib də deməyək, amma konkret qüvvələr var idi. İstər Taşirin sahibinin pulları, çünki Karapetyan həm də bir layihə idi, İvanişvili layihəsinin başqa forması idi və kilsəni və onsuz da ərəb ölmüş dəbə olan Köçəryanı faktik olaraq neytrallaşdırıbdır. Və bugün o təhlükə yoxdur ki, o orada Zəngəzura hə deyərsə, İrəvana qayıda bilməz. Qayıdacaq da, qayıda bilər də. Çünki elə bir zəmin yaradıb. Amma doğrudan mı bugün deyə bilər? Bugün inandırıcı gəlmir, açığı, yəni qeyd elədiyiniz məsələlər var təbii ki və Paşinyan kilsə də daxil olmaqla, Qaragen də daxil olmaqla rəqiblərini faktiki olaraq... Qaragen də demir ona, adı ilə çağırır. Qaragün. Yox, onun adı ilə çağırır. Hamısını zərərsizləşdiribdir. Bu günləri görünən hər halda odur ki, zərərsizləşdiribdir, amma məhz bu günlər Zəngəzur dəhlizinə hə deyərmi?
bu biraz mübahisəli görünür. Yəni biraz inandırıcı görünmür açığı. Aydındır. Təşəkkür edirəm hər birinizə. Belə optimist yanaşmağınız da məni sevindirir. Əslində bunun da səbəbi var. Uğurlu Azərbaycan, uğurlu Azərbaycanın uğurlu xarici siyasəti. Biz dünən böyük bir tarixi hadisənin şahidi olduq. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, əməkdaşlığının, çiyindaşlığının böyük bir nümunəsi oldu. Zəlzələ zamanı zərər çəkmiş Kahramanmaraşda Azərbaycan məhəlləsi açılışı oldu və Azərbaycan-Türkiyə prezidentlərinin elə eyni sözləri deməsi, eyni fikirdə olmaları, məsləhətcə də, əməlcə də və gələcəklə bağlı planları bir daha regionda hər bir şeyi birgə addım atdıqlarını çox gözəl nümayişi idi. Mən düşünmürəm ki, hər şey təsadüfüdür. Paşinyanın bugün ora səfər edəcəyi çoxdan bəlli idi, yəni qrafiklər əvvəldən tutulur. Eləcə də Azərbaycan məhəlləsinin də açılışının qrafikləri xeyli əvvəldən tutulmuşdu. Burada bir rəmzi məna axtarmıram, mən burada reallıq axtarıram. Azərbaycan-Türkiyənin birgə münasibətləri, dostluğu, qardaşlığı, həm də regiona dinçlik, firavanlıq və iqtisadi inkişaf bəxş edir. Sadəcə hələ qulaq asmayanlar var. Qulaq asmayanların başına da bomba yağır. Görüşərik.